Biz müqəddəs kitaba nəzər saldıqda, müqəddəs kitabda Allah barəsində öyrəndiklərimiz bizim həyatımızı təşkil etməyə kömək edir. Bizim həyatımızı təşkil etməyə kömək edir dedikdə nəyi nəzərdə alıram? Allahın kəlamı bizə kömək edir ki, biz həyat yaşayıb o həyatdan kam almağı bacaraq. Nə qədər insan bunun arzusunda və istəyindədir. Nə qədər insan həyatda müəyyən bir nailiyyət, uğur, nəyəsə sahiblənmək istəyir və maraqlı bilirsiniz nə idədir? Sahibləndiyi şeylərdən zövq almaq istəyir hər insan. Heç kim istəmir ki, zəhmət çəkib nəyəsə nail olduqdan sonra, açsın onun kənara və yeni bir məqsəd dalsızca qaçsın. Hamı öz zəhmətinin, bəhrəsinin dadını çıxartmaq istəyir. Amma təəssüf olsun ki, bunu həm adam yaşaya bilmir. Hər adam bunu yaşaya bilmir. Ona görə Allahın kəlamı bizi öyrədir ki, biz diqqətimizi vacib olan şeylərə yönəltməyə bacaraq. Əgər vacib olmayan şeylərə diqqətimizi yönəltsək, onda doğrudan da dadını çıxartmağa bacarmayacağıq. Və bu günləri bu hissədə bölüşmək istədiyim məhz biz Məsih İsa'ya iman edənlərə ünvanlanandır. Məsih İsa'ya ünvanlanan sözlərdə Filiplər məktubu 3-cü fəsil 20-ci və 21-ci ayələrdə çox maraqlı bir fikir var. İstəyərdim o ayələri oxuyaq. Biz isə səma vətəndaşlarıyıq və oradan xilaskar olan Rəbb İsa Məsihi həvəslə gözləyirik. O, hər şeyi özünə tabe etməyə qadir olan qüvvəsinin təsiri ilə bizim yazıq bədənimizi dəyişdirib, öz izzətli bədəninə bənzər hala gətirəcək. Maraqlıdır. Vətəndaşlığımız səmadandır. Və səma dedikdə əlbəttə gözümüzlə gördüyümüz səmadan söhbət gedirmi ki, biz də səmaya baxaq, bizim vətəndaşımız oradadır, burada deyil. Səma dedikdə bu dünya ilə, fiziki dünya ilə heç bir əlaqəsi olmayan Allahın padşahlığı nəzərdə tutulur. Məsih İsa'nın həvvarisi bunu bizim yadımıza salaraq diqqətimizi ona yönəltmək istəyir ki, bizim vətəndaşlığımız Allahın dərgahı olan, Allahın padşahlığı olan bir yerdədir. Və çox maraqlıdır ki, bu məktubu Filipi şəhərinə ünvanlayır və Filipi şəhəri Yunanistanın bir provins şəhəri idi. Bir şəhərlərindən biri idi. Və Yunanistanın böyük və möhtəşəm tarixi olduğuna baxmayaraq, həmin o şəhərin sakinləri Roma imperiyasının vətəndaşları olduğu ilə qürur duyurdular. Yunanistanın tarixi daha möhtəşəm idi o dövrdə. Amma Roma imperiyasının vətəndaşlığı olmaq onlar üçün böyük bir fəxr idi, böyük bir sevinc idi və həmin o şəhərdə yaşayan məsihçilərə ünvanlanıb sözünü deyir ki, necə Roma vətəndaşlığı olduğunuzla fəxr edirsinizsə, səmavi padşahlığın vətəndaşları olduğunuz ilə də fəxr edin. Çünki siz həmin o vətəndaşlığı Məsih İsa'ya iman vasitəsilə nail oldunuz. Çox maraqlı bir fikir, hansına ki İsa Yahyanın müjdəsi 36-cı fəsildə deyir, mənim padşahlığım bu dünyadan deyil. Ona görə Allahın padşahlığı haqqında danışanda, səmavi səltənət barəsində müqəddəs kitab bizi öyrədəndə fiziki dünya ilə heç bir təması olmayan, amma insanların ürəyində başlayan bir həyat tərzindən bəhs edərək bizi öyrədir. Hər padşahlıq öz qaydalarına görə idarə edilir. Hər bir dövlət öz qanunlarına görə idarə edilir. Hər bir xalq öz arasındakı olan münasibətləri tarixdən keçmiş mədəni dəyərlərə əsasən təməs qurur və münasibətləri saxlayır, qoruyur və növbəti nəsilə ötürür ki, həmin o idarəetmə itməsin. Ona görə nəsillər dəyişilir, amma bizim adət, ənənə eyni qalıb. Çünki bizim xalq bu adət, ənənələr ilə öz kimliyini müəyyən edir və bu adət, ənənələrə görə öz mənsubluğumuzu göstəririk. Biz kimik? İndi isə müqəddəs kitab deyir ki, sən Allahın padşahlığının vətəndaşısan. Mənsubluğun daha ali bir varlığa bağlanıb. Həmin o mənsubluğa görə yaşamağa çağırır. Allahın padşahlığının da öz qaydaları var. Həmin o qaydalara görə idarə edilir və münasibətlər də məhz o qaydalara görə tənzimlənir. Rəftarımız, davranış məhz oradan qidalanır.
Allahın padşahlığında olan qanunlara görə və hər birimiz Məsih İsa'ya iman edənlər biz ayrı-ayrılıqda bunu öyrənirik. Öyrənirik ki, bir-birimizə münasibətlərdə həmin o padşahlığı yaşatmağı bacaraq. Bu səbəbdən hər birimiz o padşahlığı öz daxilimizdə yaşadan insanlarıq. Və o padşahlıqda qürur yoxdur. O padşahlıqda egoizm yoxdur. Xudbinlik yoxdur. Özünü düşünərək başqasını alçaltmaq yoxdur. O padşahlıqda günaha yer yoxdur. Səmavi padşahlıq, ruhani inkişaf, dəyər vermək, təşviq etməkdən ibarətdir. Və bilirsiniz, İsa Məsih Matta müjdəsi 5-ci, 6-cı, 7-ci fəsildə məhz səmavi padşahlıq barəsində öz şagirdlərinə və onu dinləyənlərə öyrədir. Ona görə əgər daha da çox, daha da ətraflı səmavi padşahlıq haqqında öyrənmək istəyirsinizsə, onda mən sizə tövsiyə edərdim ki, mütləq həmin ayələrə diqqət yetirin. Çox vacib və maraqlı fikirlərdir, hansılar ki, səmavi padşahlıqda münasibətlər necə tənzimlənir, bizi öyrədir. Və biz də özümüzü Allaha aid etdiyimizə görə biz öyrənirik. Biz öyrənirik. Bu mexaniki bir proses deyil ki, müqəddəs kitabı qucaqlayıb yatıb səhər oyananda tamam fərqli bir xarakterli insan olasan. Alınmır, işləmir. İnsan özünə diqqət yetirərək, müqəddəs kitaba diqqət yetirərək dəyişilməsi üçün can atır. Özünü uyğunlaşdırır. Nə qədər adamlar var və bəzən də biz özümüz də belə edirik. Müqəddəs kitabdan hansısa bizə sərf edən ayəni götürüb ondan istifadə etməyə başlayırıq. Və biz harada istifadə etməyə başlayırıq? Münasibətlərdə. Münasibətlərdə. Nə qədər uyğun olmayan bir hərəkətdir. Nə qədər uyğun gəlməyən bir düşüncə tərzidir. Və bilirsiniz, çox maraqlıdır ki, müqəddəs kitab vasitəsilə Allah bizə səmavi padşahlığın vətəndaşlığı olduğunu əminliklə bizə deyir. İman vasitəsilə biz həmin o padşahlığın sakinləri olduq. Bir çox insanlar bunun arzusundadır. Bir çox insanlar el arasında, xalq arasında deyilən o cənnət deyilən məkan üçün əlindən gəldiyini hər şey edir ki, oraya sahiblənsin. Orucları, duaları, özünə həsr etməkləri, özünə diqqət yetirmələri, amma müqəddəs kitab açıq şəkildə deyir ki, bu ancaq Məsih İsa iman vasitəsilə verilir. İman vasitəsilə verilən səmavi padşahlığın sakini olmağın ləzzətini yaşamağı bacarırıq. Həmin o padşahlığa aid olduğumuzun dadını çıxartmağa bacarırıq. Doğrudanmı ürəyimizdə o sevinc yer alır ki, mən Rəbb tərəfindən seçildim və əbədi yaşamaq üçün dəyişilməyən, təkrar eləmək istəyirəm, dəyişilməyən bir dəvət almışam. O dəvət dəyişilmir. Allahın bizə verdiyi dəvət dəyişilmir və Allah istəyir ki, biz xilas olmağımızın sevincini yaşamağı bacaraq. Deyirəm, gündəlik həyat, üzləşdiyimiz məsələlər, məsuliyyətlərimiz nə qədər bizi ayırır bu düşüncədən. Və bu ayə və digər ayələr vasitəsilə Allah bizi çağırır, başını qaldır o gündəlik öhdəliklərdən, başını qaldır üzləşdiyin işlərdən və mənə aid olduğunun dadını çıxar. Sevin ki, sənin həyatında mən varam. Mən deyərdim, hətta biz məsihçilər hansılar ki, böyük bir sevgi ilə Rəbbə bağlanırıq, biz Rəbbə aid olduğumuzu onun adı naminə etdiyimiz işlər ilə bərabərləşdiririk. Allah tərəfindən aldığımız xilasa görə sevinməyi unudaraq, Allah naminə gördüyümüz işləri sadalayaraq sevinirik. Mən bunu da etdim, mən onu da etdim, mən bunu da etməyə hazıram. Biz Allahın səni övladın dediyi sözündən nə qədər ləzzət alırsan, nə qədər o xoşbəxtlik hissini yaşayırsan ki, o sənə mənimkisən dedi.
Oyda. Mən deyərdim ki, heç bir görülən iş bu adı əvəz edə bilməyəcək. Nə qədər insanlar öz adlarının yanına müəyyən bir sufikslər əlavə edirlər. Pastor, xidmətçi, müjdəçi, həvari. Bununla da Rəbb naminə gördüyü işlər ilə kim olduqlarını göstərmək istəyirlər. Amma müqəddəs kitab deyir ki, ən vacib, ən ali, ən üstün olan bir fikir. Sən Allahın övladısan. Ondan üstün bir ad yoxdur. Allah deyir, sən mənimkisən. Bunun dadını çıxartmağa bacaraq. Bunun zövqünü alaq. Gördüyümüz işlər məni doğru başa düşün. Mən demək istəmirəm ki, Allah naminə etdiyiniz dualar, fədakarlıq, verdiyiniz qurbanlar mənasızdır. Qətiyyən onu demək istəmirəm. O, sevdiyiniz Allah üçün çox dəyərlidir. Amma daha dəyərli bir incə bir fikir var. Çox incə bir fikir. Hansı ki, Allah üçün çox vacibdir. Sən mənimkisən. Və bu fikrə cavab olaraq biz deyirik. Mən də sənkiyəm. Tamamilə sənə məxsus olanam. Sənə aid olanam. İstəyərdim onun dadını çıxardaq. İstəyərdim ki, bu fikir bizi tərk etməyən bir fikir olsun. Və çox maraqlıdır ki, bayaqlar Filiplər ayədə, Filiplər 3-cü fəsil, 20-ci fəsildə oxuduğumuz ayəyə baxsaq, biz səma vətəndaşlarıyıq dedikdən sonra oradan xilaskar, oran Rəbb İsa Məsihi həvvəslə gözləyirik. Necə maraqlı sözlərdir, hə? Biz Məsihin gəlişini həvvəslə gözləyirik. Və bizim izahlı lüğətə baxanda Azərbaycan dilində həvəslə gözləmək istəkli olmaqdır. İstəyirsən, sən onun təkrar gəlişini istəyirsən, arzuluyursan ki, o gəlsin. Gəlişində maraqlısan. Gəlişində maraqlısan. Hə, onun gəlişinin vaxtının, o yarab, qoy övladlarımı da böyüdüm, nəvə nəticələrimin də toyunda oynayım, sonra gələrsən. Maraqlısan o gəlsin. İstəyirsən ki, onun padşahlığı ensin. Ürəkdən bunu arzulayırsan. Bizim izahlı lüğəti çox sevirəm. Bizim izahlı lüğətdə sözlərin mənasını o qədər yaxşı aydın verir ki, başa düşürük ki, həvvəslə gözləmək sevə-sevə gözləməkdir. Könüllü, könüldən gələn bir istəkdir və orada məmnuniyyət hissi var. Sevdiyim, ürəkdən bağlandığım Allahın padşahlığına daxil olmaq istəyirəm. Həvari Paul Timoteyə yazdığı məktubda o deyir, vaxtım tamam olur. Çox maraqlıdır. Onun dualarında deyilmir ki, ya Rab, bir az da mənə möhlət ver. Tamam oldu. İndi isə Allahımın yanına gedirəm. Allah Musa peyğəmbəri mən sənə aparacağım dedikdə ondan möhlət istəmədi ki, ya Rab, bəlkə bir 10 ildə mənə ver. Bəlkə də bir ildə. O dedi, hazıram. O dedi, hazıram. Bütün o Allahın adı naminə gördüyü illər ilə xidmətin nəticəsini görmək arzulamadan Allahın padşahlığını arzusu onun üçün daha vacib idi. Biz isə o qədər başımızı işə qatırıq ki, o işin bəhrələrini görək. Başımızı o qədər xidmətə qatırıq ki, xidmətin nəticələrini görək. Ondan sonra başqa bir işlər olsun. Allah sizə deyir, məndən zövq al. Məndən zövq al. Məndən mənsub olduğunun zövqünü al. Bu daxili bir hissdir. Daxili bir rahatlıqdır. Gözləmək, gəlişini istəmək, gəldiyini arzulamaq, intizarını çəkmək, bir şeyin ümidində olmaq, səbirsizlə gözləmək, arzu ilə gözləmək. Bizdə yaxşı bir söz var, 4 gözlə gözləmək. İstifadə edirik o sözü. 4 gözlə gözləyirəm. İntizarla onun gəlişini gözləyirəm. Mən istərdim bəlkə bir neçə saniyə özümüzdə bu düşüncə məndə nə qədər yer alır. Biz müqəddəs kitabda adları düşmüş peyğəmbərlərin və salih insanların həyatında baxanda, onların həyatlarında o intizarı görürdük, o sevgini, arzunu görürdük ki, onlar üçün Allah
hər kəsdən və hər şeydən vacibdir. Hətta öz arzularından, öz istəklərindən, gözlərində doğru bildiyi işlərdən Allah daha vacibdir. Mən istəyərdim özümüzü sorğulayaq. Biz məsihçilərdə bu adətdir. Əgər bilmirsinizsə mən sizə deyim, əgər bilirsə əmin olun. Biz başqasını sorğulamırıq, imandasan yoxsa yox. Bu bizim işimiz deyil. Biz özümüzü sorğulayırıq. Mən nə qədər bunda kök saldım. Mən nə qədər bunda əmin oldum. Mən nə qədər Məsihə bağlandım ki, böyük bir həsrət ilə onun təkrar gəlişini gözləyim. Məsih isə deyir, mən gələcəm. Mütləq gələcəm. Və onun təkrar gəlişi, müqəddəs kitab deyir, o son gəlişdir. O gələcək ki, onun adına iman edənləri padşahlığına aparsın. Və çox maraqlıdır, İsa son zamanların hadisələrini öz şagirdlərinə və onun sözünü dinləyənlərə dedikdə maraqlı bir fikir deyir. Bəs mən deyə gəldiyim zaman iman tapacağam? Mən deyədim, bu sualı özümüzə verək və biz də cavabını verək. Rəbb məndə taparsan. O imanı saxlayacam, o imanı qoruyacam. Bu bizim Allahla olan münasibətlərin sarsılmayan hissəsidir. Əgər bizim imanımız məhz bu fikrin üzərində köklənir və mən səmavi səltənətin vətəndaşıyam, ürəyimizdə yer alırsa, məhz bu düşüncə bizə güc verəcək. Həyatımızda üzləşdiyi bütün çətinliklərdə, qarşı durmalarda, xoşa gəlməyən hadisələrdən nəinki dişlərimizi sıxa-sıxa keçməyə, başımızı uca qaldıraraq keçməyə. Davudun nümunəsi necə gözəldir. Hə? Davud Zəburunda deyir, ölüm diyarı ilə də getsəm. Ölüm diyarı ilə getsəm. Orada fəlakətdir, ölümdür, itkidir. Amma mən isə gedirəm oradan. Çünki bilirəm ki, sən Allahım mənimləsən. Oyda. Aradan başlayır Allahın padşahlığı. Hansı haqqında bəyaqları öncə oxudum ki, Məsihin həvarisi Paul deyir, xilaskarımız olan Rəbbin padşahlığını həvəslə gözləyirik. O, hər şey özünə tabe etməyə qadir olan qüvvəsinin təsiri ilə. Necə maraqlı sözlərdir. Hər şeyi özünə tabe etdirməyə qadir olan qüvvəsinin təsiri ilə bizim yazıq bədənlərimizi öz izzəti bədəninə bənzər hala getirəcək. Əgər onun gəlişini həvəslə gözləyirik, əgər onun padşahlığının vətəndaşı olduğumuzu unutmuruqsa, əgər özümüzü ona mənsub ediriksə, özümüzü ona aid ediriksə, onun davamlı işi bizim həyatımızda heç bir zaman bitməyəcək. İsə çox maraqlı sözlər deyir Lukanın müjdəsində. O deyir, əgər sizə desələr, o oradadır, padşahlıq başqa yerdədir. O deyir, yox. Allahın padşahlığı necə yazılıb isə dedi, sənin daxilindədir. Nə qədər yaxındır. Allahın padşahlığını axtarmaq üçün harasaya getməyə ehtiyac qalmır. Kimisə aramağa ehtiyac qalmır. Öz ürəyini araşdırmağa yer qalır. Mən öz ürəyimdə Allahın padşahlığına nə qədər yer verdim? Nə qədər mənim ürəyimdə mən Allahımsan dediyim İsa Məsih hökmranlıq edir. Bu sözlər aydındır. İsa Məsih hökmranlıq edir. Qəşəng sözlər deyir. Bu cümlədə çox qəşəng səslənən birər fikirlərdir. İsa Məsih mənim həyatımın hökmdarı olsun. Və çoxları dualarda bunu deyir. Sən mənim ağamsan, sənə itayət edirəm. Mən deyirəm, dediyimiz sözlərin öz həyatımızda nə qədər tətbiq etdiyimizi düşünək. Doğrudanmı mənim dilimdən çıxan sözlər ilə ürək niyyətlərin bir-birinə qarışır? Doğrudanmı Allah barəsində dediyim bu gözəl, uca sözlər mənim ürəyimin qaynağından gəlir? Doğrudanmı? Özümüzü sorğulayaq. Heç kəsin görmədiyi, amma ona bəlli olan ürəyimizi, niyyətlərin qarşısında açaq. Allah haqqında fikirləşəndə müqəddəs kitab bizə aydın fikri verir. Çox aydın şəkildə izah edir ki,
onun bizə olan münasibəti dəyişilməyən məhəbbət üzərində köklənəndir. Əgər Allah bizə olan məhəbbətini bu şəkildə bizə göstərdirsə, nə bizə əngəl olur o sevgiyə cavab vermək, nə bizə mane olur öz həyatımızı ona həsr edərək bu sözləri deyək. Mənim iradəmi olmasını istəmirəm. Sənin iradəni hər şeydən öz həyatımdan üstün tuturam. Bütün arzu istəklərimi sənin ayaqların altına bir pəyandas kimi qoyuram. Mənim dualarımda və mənim ürəyimin qərarında bir istəyi var. Sənin iradən mənim həyatım üçün keçərli olsun. Nə qədər ürəyimizdə buna yer veririk. Bu şeylər haqqında fikirləşəndə bir neçə dənə belənçi praktiki düşüncələr qoydum. Fikirləşirəm ki, bu faydalı olacaq. Bu günə qədər bunu etmişik. Və mən sizi ruhlandırmaq istəyirəm ki, davam edək. Qoy səyimiz azalmasın. Təmiz və müqəddəs həyat yaşamağa can ataq. Can ataq, buna istəkli olaq. Təmiz və müqəddəs həyat yaşamağa can ataq. Dualarımızda müntəzəm olaq. Və dualarımızda müqəddəs ruhun bizi idarə etməsini hər dəfə səsləndirək, arzulayaq buna. Müqəddəs ruh mənim həyatımın idarəçisi sən ol. Növbəti hissədə bu barədə biraz daha da çox danışacağam. Çünki çox vacib olan və mühüm bir fikirdir bu. Rəbbin hər birimizə ayrı-ayrılıqda və bir icma şəklində tapşırdığı xidməti sədaqətlə icra edək. Bir nəfər çox maraqlı bir fikir deyib, təəssüf olsun ki, bu sözün müəllifi yadımda deyil kim deyir. Deyir, əgər imanın, medalın bir hissəsini fikirləşirsə, orada yazılıb iman, onun arxa hissəsində sədaqət yazılıb. İngilis və rus dilində o sözlər belə bir-birlərinə çox yaxın sözlərdirlər. Azərbaycan dilində iman və sədaqət o qədər də belənçi səslənmirlər bir yerdə, amma məna baxımından eynidir. İman və sədaqət. Çox maraqlı bir fikirdir. Və Allahın bizə olan münasibətini görürük ki, o sədaqətini bizə dəyişdirmir. O bizə sadiq qalır. Müqəddəs kitab çox maraqlı bir fikir deyir ki, hətta biz sadiq qalmadığımız günlərdə, biz hansısa bir vəziyyətdə ona sadiq qalmasaq, o bizə sadiq qalır. Ya Rəbbə, buna münasibətdir. Yəni, biz nə etdik ki, Allah bizə bu münasibəti göstərsin? Və bu münasibəti Allah dünya yaradandan bəri göstərir. Ona görə Davud öz zaburunda deyir ki, Ya Rəbb, bəşər oğlu kimdir ki, sən onu ziyarət edirsən? O kimdir ki, sən onu bu qədər ucaldırsan və öz işlərinin ən üstünlüyündə qoyursan? Allahın bizə olan münasibəti. Müjdənin yayılmasını, vacibliyini önəmləyək. Səmavi səltənətin vətəndaşları olaraq xudbin deyilik ki, bizdən başqa orada heç kim olmasın. Amma müjdəni veririk ki, bizim kimi də həm Azərbaycanlılar, həm də digər xalqlar da Allahın padşahlığına daxil olsunlar. Amma Azərbaycanlılar haqqında deyəndə mən fikirləşirəm ki, bizim Allahın padşahlığına girmək bilinəcək. Yox. Mən bilmirəm, Vağzalı ilə mi gedəcək? Bəlkə Vağzalı ilə. Mən bilmirəm, hansı bir musiqi sədaları ilə, amma böyük bir sevinc ilə Allahın padşahlığına gələcək. Və bilirsə, bunu ancaq Azərbaycanlılar etməyəcək. Bütün xalqlar cuşə ilə, böyük bir sevinc ilə Allahın padşahlığına daxil olacaqlar. Bir gün onu gözümüzlə görəcəyik. Məhz bunun həsrətində yaşayırıq. Məhz bunu yaxınlaşdırmaq üçün insanlara müjdə verməyi önəmləməliyik. Hər şeydən üstün tutmalıyıq. Qoy başqaları da eşitsin. Allahdan bixəbər qalmasınlar. Allahın məhəbbətindən məhrum olmasınlar. Nə qədər insan və nə qədər soydaşımız var ki, hələ də Allahın onlara olan məhəbbətindən bixəbərdirlər. Ömürlərini yaşayırlar və bilmirlər ki, Allahın onlar üçün tükənməyən bir lütfü var. Deyək. Ümidimizi həmişə Rəbbə bağlı saxlayaq.
imanın əsaslarına görə ömrümüzü yaşamağa davam edək. Rəbdən öyrəndiyimiz məhəbbəti qoruyaq və ürəklərimizdə onu böyüdək, inkişaf edək. Daha da çox insan üçün o məhəbbət yetərli olacaqdır. Müəyyən bir yol gəldik Məsihlə. Müəyyən bir şeyləri öyrəndik. Öyrənməyə davam edirik və mən deyirəm, öyrənməyə də davam edəcəyik. Və mənim arzum, qoy səyimiz azalmasın. Amin. Qoy səyimiz azalmasın. Qoy istəyimiz azalmasın. Biz səmavi padşahlığın vətəndaşlarıyıq. Onun gəlişini həvəslə gözləyək. Bu hissədə demək istədiyim bu idi.